Sxemə əsasən A məntəqəsində hansı aylar aralığında günəş zenitdə olar? A məntəqəsinə baxsaq, A məntəqəsi yerləşir sıfırdan, yəni ekvator ilə yerləşir 23,5 şimal dairəsi arasında. Bu da A məntəqəsi. Deyir ki, zenitdə olar. Bu A məntəqəsində nə vaxt zenitdə olar? Biz baxaq ki, həmin A məntəqəsi, yəni şimal yarımkürəsində günəş hansı tarixlərdə şimal yarımkürəsində olur? Və həmin tarixlərdə şimal yarımkürəsində olanda, deməli həmin A nöqtəsində zenitdə ola bilər. Birinci baxaq. Oktyabr, noyabr ayları. Oktyabr, noyabr aylarında deməli şimalda günəş olur 21 mart başlayır 22 iyun 23 sentyabr. Yəni bu aralıqda 21 mart 23 sentyabr. Bu aralıqda 21 mart 22 23 bu aralıqda şimalda olur. İndi bu aralıqda olan tarixləri seçək. Oktyabr, noyabr bu tarixdə deyil. Sentyabr, dekabr bu tarixdə deyil. Oktyabr, yanvar yenə bu tarixdə deyil. Dekabr, mart bu tarixdə deyil. Mart, sentyabr, Y variantı ilə mart, sentyabr. Sxemdə 22 iyun tarixi üçün 5 məntəqədə gündüzün uzunluqları verilmişdir. Hansı məntəqə cənub yarımkürəsində yerləşdiyini müəyyən edin. 22 iyun biz görən kimi mütləq yazırıq 22 iyun. Ya gün dönümü. Gün dönümü. Ya gün dönümü yazan kimi günəş 23,5 şimal dairəsində günəş zenitdə olur. Günəş zenitdə olan məntəqə. Bunu da yazırıq. Yəni 22 gün görən kimi bunları yazırıq. Və bu tarixdə günəş şimal yarımkürəsində olur. Gündüz uzunluğu şimal yarımkürəsində daha çox olur. Və şimal yarımkürəsində qütb gündüzləri də müşahidə olunur. Şimal qütb dairəsinin şimala kimi. Cənubda isə gecələrin uzunluğu artmağa başlayır. Və burada da deyib 5 uzunluğu verilmişdir. Hansı mən cənub yarımkürəsində yerləşdim? Yəni ən az gündüz hansındadırsa, onlar cənub yarımkürəsində yerləşir. Ən az 5-dədir, bir də 4-dədir. 4 və 5. B variantı. Verilmiş ərazilərin hansısında 4 fəsil hər biri daha aydın müşahidə olunur? Biz fəsillərin müşahidə olunması zamanı meridianlara baxmırıq. Ancaq baxırıq paralellərə. Bunlar da 35, 40, 45, bəzən 50-yə doğru bu paralellər arasında yerləşir. 0 burada ola bilməz. Ekvator üzərində bir fəsildir. Burada da yenə 0 var. Burada yenə ekvatora yaxındır. Burada yenə yaxındır. Cavab D variantı. Xəritə sxeması əsasən qütb gecə gündüzlərinin müşahidə olunduğu məntəqələr müəyyən. Qütb gündüzləri, qütb gecələri müşahidə olunur. Harda? 66,5 şimal dairəsi qütbə kimi 90 dərəcə. 66,5 cənub dairəsi 90 dərəcə kimi. Bu aralıqda olur. Qütb gecələri bax bu aralıqda olur. Burada bir gün olur. Burada da bir gün olur. Qütb gecə gündüzü. 22 iyunda burada qütb gecəsi olur. Cənub dairəsində. Burada qütb gündüzü olur. Günəş haradadırsa, hansı yarımkürədədirsə, orada qütb gündüz olur. Əksi qütb gecəsi olur. Günəş şimaldadırsa, burada qütb gündüzü olur. Burada qütb gecəsi. Günəş cənubdadırsa, burada qütb gündüzü olur. Burada qütb gecəsi olur. Burada deyil, gecə gündüzə müşahidə olunan məntəqələr. Təxmin olaraq deyək ki, çəkirik formada qütb dairələrini və ondan kənarda olan 1, 2, 3. Cavab C variantı.